Yox, qardaş. Yəni, hər kim desə də, yəni, bu belə deyil. Yəni, müsəlman, yəni, etdiyi günahına görə təkfir olunmur. Yəni, günaha görə təkfir etmək olmaz insanı. Yəni, müsəlmandır, yəni, ibadət eləyir. Yəni, etdiyi günaha görə, yəni, istər kiçik, istər böyük, o təkfir olunmur. Bu, Əhl-i-Sünnə vəl-Cəmaə etiqadına görə belədir. Yəni, bu təhlükədir. Yəni, buna görə təkfir edənlər, yəni, günaha görə, istər zina olsun, necə ki, qardaş qeyd etdi, istər, yəni, içki içmək olsun, yəni, bunlar, yəni, İslam, yəni, müsəlmanı dindən çıxartmır. Yəni, çox təəssüflər olsun, yəni, mən də müşahidə eləmişim, yəni, bəzi, yəni, insanlar, görürsən, dinə, yəni, Quran, sünnə çərçivəsində baxmır. Dinə, Quran və sünnə işığında baxmır. Nə işığında baxır? Öz nəfsi havasının işığında. Öz nəfsinin payı ilə baxır. Mənə də, misal üçün, mənə də görə, yəni, xoş gəlmir hansısa zinakara müsəlman deyək. Yəni, bir kəs müsəlmandır, yəni, ibadət edir və eyni anda zina da edir, misal üçün. Yəni, mənə də ağır gəlir. Onu müsəlman adlandırım. Və ya bir kəs namaz qılır, ibadət edir, yəni, salih əməllər edir və bununla yanaşı içki də içir. Mənə də ağır gəlir buna müsəlman deyəm. Lakin mənim, sənin, yəni, ağır gəlməklə ölçülmür. Yəni, meyyar nəfsi istəyimizdir, yox. Yəni, Quran sünnədir və Quran sünnə dəlalət edib ki, yəni, insan böyük günahda israrlı olarsa, yəni, və necə qardaş qeyd etdi, yəni, böyük günahda israrlı olmaq, yəni, o günahı halal saymaq deyil, qardaş. Bunu başa düşmək lazımdır. Böyük günahda israrlı olmaq, yəni, insan artıq 30 ildir günah eləyir. 30 ildir içki içir. Yəni, bu deməkdir ki, yəni, artıq 30 il müddəti dəlalət edir ki, o içki içməyi halal sayır, hə? Yox, qardaş. Bu batildir. Bu batildir. Yəni, günahda israrlı olmaq hələm onu halal saymaq deyil. Aydın, bu Əhl-i-Sünnə vəl-Cəmaə etiqadıdır. Yəni, təsəvvür etsək ki, biri gəlib şübhə atır, deyir ki, ay kişi, ay qardaş, bu uca 60 ildir günah edir. Bu uca 60 ildir araq içir. Sən deyirsən ki, bu müsəlmandır. Cavab budur ki, onun 60 il günah etməyi, 60 ildir içki içməyi dəlalət etmir ki, o qəlbi ilə halal saysın onu. Bəli, insan ola bilər. Müsəlmandır, 60 ildir günah edir, lakin o günahı haram sayıb edir. Deyir, bəli, bu içkini içmək olmaz haramdır, bu əməli etmək olmaz fahişəlikdir, amma edir. Nəfsi zəifdir, nəfsinə tabi olub, uyub öz havasına. Baxmayaraq ki, 60 ildir. Bu Əhl-i-Sünnə vəl-Cəmaə etiqadıdır. Yəni, müddətin uzanmağı günahda onun qəlbinə işarə eləmir. Aydındır? Və ya necə ki, bir müsəlman heç içmir. Öz qəlbinə, yəni bətninə bir qram da olsun belə, bir damcı da olsun belə içki atmayıb. Girməyib ora, bətninə, qarnına. Lakin halal sayır içkini. Kafirdir. Yəni, içməsə belə kafirdir insan. Aydındır? İçməyib, heç vaxt içməyib. Lakin halal sayır. Halal sayır, deməli kafirdir. Aydındır? Və ya qəlbi ilə halal saymır. Etiqad edir ki, bu haramdır. Yəni, halal saymır içkini. Etiqad edir ki, yəni haramdır içki içmək. Lakin içir hər gün. Nəfsinə uyub. Nəfsi havasına, şəhvətinə, dostlar alladıb, ətrafı pisdir. Gedir içir. Artıq 60 ildir. Hə, çıxmır İslamdan? Çıxmır. Yəni, İslamdan çıxardan amil, yəni onun qəlbinə baxır. O istihləl deyilir buna. İstihləl, halal sayması. Yoxsa ki, kimsə israrlıdır. Yəni, o demək deyil, müsəlman çıxmalıdır İslamdan. Etdiyi günaha görə. Aydındır? Böyük günah sahibini, qardaşlar, mən nəsiyyət edirəm. Yəni, təkfir olunmur böyük günah sahibi. Təkfir təhlükəlidir. Vallahi, yəni Allah, yəni Təbaraka və Teala, yəni biz özümüz müşahidə eləmişik. Kim ki bu işlə məşğul olur, Allah Təbaraka və Teala onu məhrum edir xeyirdən. Kim ki təkfirlə məşğul olur, müsəlmanları təkfir etməklə, himməsi, cühdu, bütün yaşayış məqsədi kiməsə təkfir deməkdir. Kimisə eybləndirməkdir. Bu insan məhrum insandır. Yəni, bu insanın din anlayışı yoxdur. Mən dəfələrlə demişəm ki, kim ki Allah Təbaraka və Teala'nın dinini
başa düşürsə, yəni dinin gəliş məqsədini bilirsə ki, Allah Taala, Allah və Rəsulu insandan nə istəyir, yəni o insan başqa şeylə məşğul olmalıdır. Təkfirlə yox. Əgər təkfirlə məşğul olursa, deməli hələ bilmir məqsəd nədir şəriətdə. Bilmir. Yəni şəriətin məqsədi təkfir deyil, qardaşlar. Aydındır? Dinin məqsədini, Allah və Rəsulu nə istəyir? Məqasid deyirlər buna. Məqasid-i şəriə. Yəni insan bunu bilsə, nədir şəriət, nəyə görə gəlib, nəyə görə rəsullar gəlib, nəyə görə, yəni Allah təbarək və teala əmrlər edib, nəhyər edib, yəni insan bunları bilsə, nə təkfir? Aydındır? Bu çox naqislidir. Ona görə kim ki, o qardaş ki, o insan ki, təkfirlə məşğul olur, onu təhzir etmək lazımdır bu əməlindən. Ey qardaş, olmaz bunu etmək. Bununla məşğul olmaq olmaz. Gel ibadətinlə məşğul ol. Bizim bugünkü halımız, yəni çox bərbaddır, qardaşlar. Yəni əməl baxımından çox daldayıq. Əməl baxımından çox arxadayıq. Əməl yoxdur. Yəni Allaha ibadət edə bilmirik. Zəifi, söyüş söyür. Bir qardaş, biri söyüş söyür. Oturub çayxanada söyüş söyür. Sigaret çəkir. Bu yandan da tələbələri pisləyir. Bərbad. Vallahi eyibdir, eyib. Mən dəfələrlə şahid olmuşam. Bu adam söyüş söyəndir. Lakin təkfir edir. Düzə, yəni namaz qılıb ibadət edir. Yəni qardaşdır. Lakin söyüş söyəndir. Sən söyüşü tərk etməmişsən, adi, elementar. Yəni hansı ki, müsəlmanın maraqlandığı ən böyük şey dilini qoruması. Allah təbarək və teala baxır. Mələklər mükəlləf eləyir, yazır və bir gün qoyacaq sənin qarşıva o söyüşləri. Hələm qeybəti danışmıram. Nəmmamlıq qeybət. Söyüş söyür. Açıq aydın. Müsəlmanı təhqir edir. Söyüş söyür. Namusuna, qeyrətinə, özünə söyüş söyür. Bu yandan da təkfirdə, yəni cəmaatı təkfir edir. Yəni sən bunu düzəldə bilməmisənsə, sən bununla məşğul ola bilməmisənsə öz nəfsivi, yəni sən gərək belə şeylərlə məşğul olmayasan. Və ya kimsə düz əməlli ibadət edə bilmir. Görürsən, dəstəmazda problemi var insanın. Dəstəmaz ala bilmir. Bilmir əllər necə yuyulur, hara kimi yuyulur. Əhkamından, onun şərtlərindən danışmıram, qardaş. Sadəcə formasından, yuyulmaq formasından danışıram əlin üzün. Bilmir bunu. Lakin görürsən ki, danışanda sənə murciəlikdən danışır. Əhkəm, əsmə, əl-imən, əl-kufur. Allahu akbar. Yəni bu qorxulu deyilmi, qardaşlar? Bu qorxuludur, vallah. Bu qorxuludur. Yəni bununla məşğul olmaq lazım deyil. Niyə gedib ibadətlə məşğul olmursan? Niyə gedib Allah təbarək və teala'ya yalvarmırsan ki, səni qafillərdən etməsin, məhrum etməsin? Xüsusən Ramazan ayında. Ramazan ayı gəlib, hələ də əmələ tərk olunmur. Söyüşlər tərk olunmur, qeybətlər tərk olunmur. Bu lazımdır. Yəni bunlara fikir vermək lazım, qardaşlar. Bir nəfər, bir dənə alim tanımarsan, yoxdur yer üzündə ki, desin ki, və ya kitab yazsın, və ya dərslərində, mühazərələrində desin ki, bax, təkfir etməyin fəziləti. Ged təkfir elə, fəzilətdir. Var beləsə, qardaş. Varsa deyim, haqsan, sən, ged elə. Var mı? Yoxdur, qardaş. Bir alim yoxdur ki, təkfirdən danışsın və ilk olaraq əvvəldə müqəddimədə onun təhlükəsi, yəni onun təhlükəli olmasını qeyd etməsin. Yəni ey müsəlmanlar, ey cavanlar, oyanın. Yəni təkfir təhlükəli bir işdir. Bununla məşğul olmuyor. Yəni bu alimlərin işidir. Vələ vəl-bəra, ət-təkfir, əl-iman, əl-kufur, əl-muamələ. Yəni bunlar hamısı böyük məsələlər, böyük alimlərin işidir. Yəni sənlik deyil. Sən ged mükəlləf olunmuşsan, ged öz işlərinlə məşğul ol. Gəlib məqama çatarsan. Yəni talibul ilm olarsan, illərlə gəlib bu məqama çatarsan, yəni məsələləri ayrı bilərsən, onda məqamında danışarsan. Yəni öyrənəndən sonra, yoxsa ki, belə təhlükədir. Yəni şeytan, vallahi şeytan istifadə edir. Yəni şeytanın vəsvəsəsi, yəni təkfirdə çox güclüdür. Nəyə görə? Çünki şeytan, iblis, xəbith, o bilir ki, səni nə saxlayır əməldən? Şeytanın ən böyük istəyi odur ki, sənin dini başa düşməkdən saxlasın səni. Yəni, sən əməl etməyəsən. Sən Allaha xuşu ilə, ixlasla, sıdqdan, yəni bu şeyləri səndən qafil etsin, uzaqlaşdırsın. Və ən böyük də səbəb şeytanın toru hiləsi nədir? İndiki vaxtda.
İndiki vaxt hansıdır? Təkfirlə məşğul etmək cavanları. Yəni təkfirlə məşğul olan cavanlar indi hal-hazırda, yəni onlar belə şeylərdə məhrumdular haqdan. Təkfir edir cəmaatı. Yoxdur belə şey ki, get cəmaatı da təkfir elə, həvəsləndir. Fəziləti. Aydındır, yoxdur belə. Təhlükədir. Bunu alimlər deyirlər. Kim ki bunu görmür, o insan qafildir. O insan qəlbində zeyğ var, o insan məhrumdur. O insan bilmir, nə edir həyatda. Aydındır, qardaşlar. Və məqsədim, yəni, demək istədiyim oydu ki, yəni böyük günah sahibindən, yəni böyük günah sahibini çıxartmırlar İslamdan. Allah, yəni Allahla qarşılaşdığı günə qədər, yəni müddət yoxdur. Qarşılaşdığı günə qədər, yəni ölənə qədər, yəni insan yəni günahda israrlı olsa, yəni o dəlaləti eləmir onun halal saymasına. Aydındır, qardaşlar, halal saymağın yeri haradır? Qəlb. Yəni qəlbinlə, etiqadınla sayır və ya saymır. Yəni əməlinlə ola bilsin, insan günah etsin, lakin bunu yəni halal saymasın, acizlikdən etsin, zəiflikdən etsin və ya başqa məqsəd və ya dünya, yəni şəhvətləri və s. Necə qeyd etdim? Ona görə bunlar qardaşlar təhlükədir. Vallahi mən nə qədər müşahidə edirəm, yəni Allah Teala bilir. Yəni bilir ki, yəni bu danışdıqlarımı, yəni müşahidə etdiyim şeylər var. Və onlardan ən böyüyünü və dərslərdə də qeyd etmişəm. Yəni təkfirlə məşğul olan insanlar, vallahi yəni Allah Təbarəkə və Teala xeyrindən məhrum olan insanlardır. Yəni onları baxırsan ki, dünyada rüsvay fırlanır, məhrum fırlanır. Bilmir din nədir, namaz nədir, oruc nədir. Görürsən, bəzisi yəni adam eşidir, deyir, oruc tuta bilmir. İstidir, nəfsinə tab gətirmir. Allah Təbarəkə və Teala'nı dəyərləndirmir. Əmrlərinə yüngül baxır, nəhiylərinə yüngül baxır, siqaret çəkir, söyür. Yəni bunlar hamısı yəni, o işlə məşğul olan insanların üzərindədir. Aydındır, qardaşlar, yəni buna fikir vermək lazımdır. Yəni xeyir üzərində olan insan, yəni Allah Təbarəkə və Teala kimə xeyir istəyirsə, vallahi, yəni onu yəni, əməl etməyə müvəffəq edir. O müvəffəq olur əməl etməyə, öz dini ilə məşğul olmağa, o yalnız başını aşağı salıb, yəni xeyirli işlərlə məşğul olur. Çünki bilir məqsədi, bilir ki, nədir hədəfim yaşayışda. Aydındır? Yəni buna fikir vermək lazımdır. Yəni bu sadəcə nəsiyyətim idi, qardaşlar. Yəni ilk növbədə özümə və sonra hər birinizdə Allah Təbarəkə və Teala istəyirəm ki, yəni işlənlər üçün faydalı etsin və bununla kifayətlənək və sallallahu alə nəbiyyə Muhammed və alə alihi və sahbihi əcmain.